Bəzən zahiri təmizlik yerində ola bilər, amma batini təmizlik yoxdursa, insan qeyri-təmiz, natəmiz adlanır. Məsələn, Qur'ana görə ayə buyurur ki, İnnəməl müşrikunə nəcəs. Həqiqətən də müşriklər murdardılar. Deməli, əgər bir insanın əqidəsi normal deyilsə, Qur'an və hədislərin buyurduqları üzərində deyilsə, o insan nə qədər zahirən təmiz olsa belə, təharət mərtəbəsində deyil. Onun sadəcə olaraq fiziki aləmi təmizdir, əyni, başı, bədəni, yatdığı, durduğu yer təmiz ola bilər, amma pak deyil. Deməli, təmizliklə paklıq bir-birindən fərqli anlayışlara məxsusdur. Anlayışları özündə, mənaları özündə daşımaqdadır. İslamda, Qur'an və hədis-i şəriflərdə biz görürük ki, elə ibadət növləri vardır ki, biz onları icra etsək, həm fiziki dünyamızı, həm mənəvi dünyamızı təmiz eləyə bilərik. Bunlar arasında ilk yeri tutan dəstəmazdır. İndicə diqqətinizə çatdırdığım mübarək ayə Maidə surəsinin 6-cı ayəsi idi. Uca Rəbbimiz, ey iman gətirənlər, namaza qalxdığınız zaman dəstəmaz alın və ayənin davamı məlumdur. Üzünüzü, əllərinizi yuyun, başınıza və ayaqlarınıza məsh edin deyə buyurmaqdadır. Peyğəmbər əleyhissalamın o cümlədən məsum əhl-i beytin mübarək kəlamlarını da bura əlavə etsək, görərik ki, dəstəmaz sözün əsl mənasında bizim gördüyümüz yalnız zahiri mənaları deyil, eyni zamanda özündə o qədər hikmətləri, o qədər dərin mənaları əhatə edir ki, onu yalnız məsumlar idrak edə, başa düşə bilərlər. Biz sadəcə olaraq onların tövsiyələrinə əməl etməklə, onların bizim üçün nəzərdə tutduğu müəyyən mərtəbəyə, müəyyən dərəcəyə nail ola bilərik.